Mən Füzulidənəm, mən Şuşalıyam, mən Qarabağlıyam. Əslimiz Tuğ kəndindəndir. Mənim babamın babası Fərhad bəy Məlikəslanov Tuğda anadan olmuşdu 1805-ci ildə. Və Fərhad bəy hərbiçi idi. O, birinci Qafqaz müsəlmanların atlı diviziyasında poruçik idi. Və 1829-cu ildə Puşkin Qafqaza səyahət edərkən dostu Rayevskinin yanında Fərhad bəyi görmüşdü və onun cəsurluğuna, gözəlliyinə, qamətinə vurulmuşdu. Fərhad bəyin şəkli çəkmişdi və Rusiya qaydanda 1829-cu ildə Puşkin Fərhad bəyə şeir həsr eləmişdi. O şeir Puşkinin İzgafiza əsərindədir. Не пленяйся бранной славой, о красавец молодой, не бросайся в бой кровавый с карабахскою толпой. Знаю, смерть тебя не встретит, Азраил среди мечей красоту твою заметит, и пощада будет ей. Но боюсь, среди сражений ты утратишь навсегда скромность робкую движений, прелесть неги и стыда. Fərhad bəyin 4 oğlu var idi. Mehdi bəy, Aslan bəy, Səlim bəy və Sadıq bəy. 1885-ci ildə Tuğda, Qafqazda ilk məktəblərdən biri açıldı və o məktəblərin açılmasında bilavasitə vasitəçilər mənim ulu babam və onun qardaşları, yəni Aslan bəy, Mehdi bəy və Sadıq bəy Məlikəslanovlar olub. Birinci məktəb Sadıq bəyin evində yerləşirdi. Tuğ kəndinin aşağı hissəsində idi. Sadıq bəy o zamanlar Laçının və Qafanın pristavı çalışırdı. Məktəbin ilk müəllimi Mirmehdi Xəzani olub. Mirmehdi Xəzani mənim ulu babam Aslan bəy Məlikəslanovun qaynatası olub və ona görə də Aslan bəy onu Tuğa məktəbdə dərs deməyə dəvət eləyəndə Mirmehdi Xəzani böyük məmnuniyyətlə Tuğ kəndinə köçüb və Aslan bəyin evində yaşayıb və öz məşhur kitabını Kitab-ı Qarabağnaməni həmin evdə yazıb və ölüncə o məktəbə rəhbərlik edib. 1883-cü ildə Rusiya çarı 3-cü Aleksandr tərəfindən Rus-Avropa məktəbi adı verilib həmin məktəbə. Sovet İttifaqı qurulandan sonra, o evlər yerlərindən alınandan sonra Sadıq bəyin evindən məktəb köçüb Aslan bəyin və Mehdi bəyin evinə və 1978-ci ilə qədər məktəb fəaliyyət göstərib həmin evlərdə. 1975-ci ildə Heydər Əliyev Tuğda olanda sərəncam verib ki, Tuğ məktəbinə yeni müasir bina tikilsin. 1978-ci ildə bina hazır olunandan sonra məktəb köçüb yeni binaya. Bu mənim atamdır, Sabir bəy Məhəmməd bəy oğlu Məlikəslanov sonuncu dəfə 86-cı ildə olub. Tuğda bu şəkil bizim evin qarşısında çəkilib və bu şəkildə bu mənim atamın bibisi oğludur, Baxşalı müəllim Melik Yeqanov. Bu da bibisi oğludur, Şəmil müəllim Melik Yeqanov. Bu bəy də o zamanlar Tuğ məktəbinin direktoru olub, Niyaz müəllim. Və sonuncu dəfə atam Tuğa gedəndə fikri var idi ki, o evi bərpa eləsin. Ona görə də Niyaz müəllimlə bir yerdə Hadruta getmişdilər. Çünki evin bütün kağızları Hadrutun arxivində idi. Orada bütün arxiv qaldırıldı və evin hər bir sənədləri oradaydı. Amma təəssüf ki, oradan gələndən sonra, 2 aydan sonra atamda xərçəng tapıldı və
5-6 aydan sonra atam rəhmətə getdi. Ondan da sonra Tuğ kəndi işğal olundu. İndi də o evlərdən demək olar ki, əsər əlamət qalmayıb. Həmin o evi siz sonuncu dəfə nə zaman gördünüz? Birincisi televiziyada gördüm. İlham Əliyev Tuğ kəndinə ziyarət eləmişdi və bizim evlərin qarşısında dayanmışdı. Hətta İlham Əliyev dedi ki, bu məktəbin binası olub. Hətta orada demişdi ki, ermənilər deyirlər ki, Tuğ bizimdir. Sizin olsaydı bu günə salardınız. Ermənilərin dağıtdıqları Tuğ kəndinin məktəbi ölümünə günə qoyub. Sonra da deyirlər ki, Tuğ kəndi erməni kəndi. Erməni kəndi olsaydı bunu dağıdardı. Sonra gəldim Azərbaycan torpağıdır. Tuğ kəndi həmişə Azərbaycan kəndi olur. Bundan sonra da olacaq. Facebookda gördüm bu şəkilləri. İlham Əliyev Facebooka qoymuşdu və mən orada təşəkkürümü bildirdim prezidentimizə ki, bizim Qarabağımız alındı və orada da rəy yazdım ki, cənab prezident, qarşısında durduğunuz evlər mənim ulu babam Aslan bəy və onun qardaşı Mehdi bəyin evləri idi və burada məktəb yerləşirdi. Sonra mənə Messenger'a zəng gəldi. Söylədilər ki, bəs prezident maraqlanır və soruşdular ki, əgər məndə evin şəkilləri varsa, tam şəkili göndərin. Mən də dedim ki, məndə qalan şəkil bir budur. İstəyərdim ailəmizin digər üzvlərindən danışaq. Məryəm xanım ilk radio aparıcısı olub. Məryəm xanım Zöhrəbəyova mənim nənəmin dayısı qızı idi. Sizin nənəniz də elə bir Zöhrəbəyovlar nəslindən olub. Mənim nənəmin anası Kərbəlayı Mina xanım Əkbər bəy qızı Zöhrəbəyova olub. Və onlar Şuşada yaşayırdılar. Məryəm xanım da onun qardaşı qızı idi. Abbasqulu bəyin qızı idi. Məryəm qızıdır. Hal-hazırda 92 yaşı var Məryəm xanımın. Məryəm xanım Azərbaycan radiosunda ilk qadın redaktoru idi. Və bu yaxınlarda Məryəm xanım Şuşadakı evlərini ziyarət eləmişdi. Nənəmin atası Ələkbər bəy Nəsirbəyovudur. Bu şəkil Ələkbər bəyin şəklidir. Ələkbər bəy Şuşa qəzasının Dədəli kəndində 1857-ci ildə anadan olmuşdu. Ələkbər bəy çox savadlı bir insan idi, xeyriyyəçi idi. Füzulidə meçid tikdirmişdi, Füzuliyə kəhriz çəkdirmişdi, Füzuli şəhərində klub tikdirmişdi, Şıxımlı kəndində dərman tikdirmişdi Ələkbər bəy və Ələkbər bəy vəsiyyət eləmişdi ki, öləndə onu tikdirdiyi meçidin girəcəyində dəfn eləsinlər ki, ibadətə girən hər bir insan onun sinəsinə ayaq basıb meçidə daxil olsun ibadət üçün. Amma Füzuli cəmaatı Ələkbər bəyin bu xeyriyyəçiliyinə görə çox hörmət edirdilər və Ələkbər bəy tikdirdiyi meçidin ibadət zalında sol tərəfdə birinci pəncərənin yanında dəfn olunmuşdu və meçid Hacı Ələkbər meçidi deyilirdi o meçidə. Ələkbər bəyin adını daşıyırdı. Ələkbər bəyin və Mina xanımın 4 evladı olub. Oğul Behbud, qızı olub Sona xanım, Toğuz xanım və Mələk xanım. Nənəmgilin müəllimləri Abdullah Şaiq və Abdullah Şaiqin böyük qardaşı Yusif Ziya Talıbzadə olub. Sizin nənəniz Sona xanım olub. Bəli, mənim nənəm Sona xanım olub
və Yusif Ziya Talıbzadə nənəmgilə dindən dərs deyirdi. Abdullah Şaiq isə nənəmgilə dil ədəbiyyatdan dərs deyirdi. Ələkbər bəy özü savadlı olduğuna görə qızlarını da oxutdurub, savad verib və nənəm Məhəmməd bəy Aslanbəy oğlu Melik Aslanovla ailə qurub. Nənəmin ikinci bacısı, bu şəkildə də göstərə bilərəm, bu mənim nənəmdir. Sona xanım Nəsirbəyova həyat yoldaşı Məhəmməd bəy Melik Aslanov olub. Bu bəy nənəmin dayısıdır, Mustafa bəy Zöhrəbbəyov. Bu xanım nənəmin anasıdır, Mina xanım Zöhrəbbəyova həyat yoldaşı olub Ələkbər bəy Nəsirbəyov. Nənəmin ikinci bacısıdır, Toğuz xanım Nəsirbəyova. Toğuz xanım Nəsirbəyova Mustafa bəy Vəzirovla ailə həyatı qurmuşdu. Və bu nənəmin üçüncü bacısıdır, Mələk xanım Nəsirbəyova həyat yoldaşı olub Cavad bəy Cuvarlinski. Bu şəkil Şuşada çəkilib, səhv eləmirəm. Bəli, bu şəkil Şuşada çəkilib. Bu şəkildə isə nənəmin yanında oturan mənim babamdır. Məhəmməd bəy Aslanbəy oğlu Məlik Aslanov. Yerdə oturan bu qız mənim böyük bibimdir. Şövkət xanım Məhəmməd bəy qızı Məlik Aslanova. Şövkət xanım həkim olub və Azərbaycan Tibb Universitetinin ilk məzunlarından olub. Şövkət xanım 40 ilə yaxın Tolstoy küçəsində yerləşən Dəri Zöhrəvi klinikasının baş həkimi işləyib. 3 dəfə deputat olub. Sovet hakimiyyəti qurulanda familiyasına görə, yəni bəy nəslindən olduğuna Şövkət xanım, bəli, mənim böyük bibim Şövkət xanım və ortancıl bibim Xuraman xanım soyadları Məlik Aslanov olduğuna görə institutdan xaric olunublar. Şövkət xanım 3 dəfə, Xuraman xanım 1 dəfə qovulublar soyadlarına görə. Bəli, Şövkət xanım təkrarla Tibb Universitetinə daxil olurdu, amma ikinci bibim Xuraman xanım dedi ki, mənim soyadımın nə günahı olub, babam məcbur oldu soyadımızı dəyişsin. Yəni Məlik sözünü soyadından götürdü, qaldı Aslanov. Həm də Məlik Aslanovlardan kimsə sürgün də olmuşdu həmin ərəfələrdə. Mənim babamın böyük qardaşı Qəhrəman bəy Məlik Aslanov Sibirə sürgün olunmuşdu Qarabağdan və onun həyat yoldaşı və qızı Firəngiz xanım Qarabağdan Şamaxıya sürgün olunmuşdular. Qəhrəman bəyin indi də bilinmir qəbri hardadır. İndiyənə kimi bilinmir. Yəni ki, Sibirdə vəfat etmişdi. Bəli. Azərbaycan Demokratik Respublikası qurulanda 18-ci ildə Aslan bəyin əmisi oğlu Nazir. Aslan bəyin əmisi oğlu idi. Yəni mənim ulu babamın əmisi oğlu idi. Nazir vəzifəsində Bəli, Xudadad bəy Məlik Aslanov Azərbaycanın 1-ci Demokratik Respublikası zamanı Poçt və Dəmir yolu naziri işləyib. O da repressiya qurbanı oldu. Məndə olan məlumata görə Quranın ilk tərcüməsi də məhz sizin babanız və Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü olub. Bu barədə istəyərdim danışın. Necə oldu? Bu təşəbbüs hardan yarandı? Bəli, çox sağ olun. Mənim ulu babam Hacı Ələkbər bəy Nəsirbəyov və Hacı Zeynalabdin Tağıyev dostdular və onlar Alman kralı 2. Vilhelmlə görüşmüşdülər və kralla görüşəndə bunlar namaz qılıblar. Kral sual verib ki, siz niyə namazı ərəb dilində qılırsınız? Niyə sizin Quranınızın Azərbaycan dilinə tərcüməsi yoxdur? Tağıyev başa salıb ki, yəni bütün müsəlmanlar ərəb dilində namaz qılır və Quran ancaq ərəb dilindədir və 2. Vilhelm bir ideya verib ki, əgər bu Quran Azərbaycan dilinə tərcümə olunsa və bir ekzempları mənə hədiyyə olunsa, məmnun olardım. Çünki 2. Vilhelmin müsəlmanlara çox böyük hörməti var idi və o deyirdi ki, əgər doğulanda insandan soruşsaydılar ki, hansı dini qulluq etmək istəyirsən, mən deyir, məmnuniyyətlə İslamı qəbul edərdim. Və onlar onunla görüşdən qayıdandan sonra
Hacı Zeynalabdin Tağıyev mənim babama müraciət eləyib, çünki mənim babam çox savadlı bir insanıdır, ulu babam daha doğrusu. Müraciət eləyib ki, Ələkbər bəy, bəlkə siz belə bir adam tanıyarsınız. Ələkbər bəy deyib ki, mən belə bir adam tanıyıram, o da Yusifziyə Talıbzadədir, yəni Abdullah Şaiqin böyük qardaşı. Abdullah Şaiq və onun böyük qardaşı Yusifziyə Talıbzadə nənəmin və onun bacılarının müəllimi olublar və Yusifziyə Talıbzadə nənəmgilə dindən dərs deyirdi. Ələkbər bəy Yusifziyə Talıbzadəyə müraciət eləyib və beləliklə Yusifziyə Talıbzadənin köməkliyi ilə İlk Quran Azərbaycan dilinə tərcümə olunub. Çapdan 1904-cü ildə Tiflisdə çıxıb Hacı Zeynalabdin Tağıyevin mətbəəsindən. Və o Quranın indi biri mənim əmim oğlundadır. Aslan bəy Aslanov da bu dəqiqə o Kanadada yaşayır. Həmin Quranın biri də Tağıyevin ev muzeyində gördüm. Nənəmin danışdığına görə həmin Quranın biri də Türk Sultanına hədiyyə olunub və biri 2. Vilhelmə. Türk Sultanına və 2. Vilhelmə hədiyyə olunan Quranlar nənəmin dediyinə görə bahalı daşqaşlarla bəzədilmişdi və gümüş Quran qabında hədiyyə verilmişdi sultana və krala. Bunu da Yusifziyə Talıbzadə etmişdi. Abdullah Şaiqin böyük qardaşı. Bəli, Abdullah Şaiqin böyük qardaşı Yusifziyə Talıbzadə etmişdi. Hal-hazırda o Quranın biri bizdədir. O Quran cəmi 50 dənə çap olunmuşdu. Sovet hökuməti qurulandan sonra demək olar ki, hamısı yandırılmışdı. 2. Vilhelm söz vermişdi ki, Quranı ona kim hədiyyə etsə, ona daşqaş hədiyyə edir. Bəli. Yəni sözün üstündə dura bildi. Dura bildi. Nənəm demişdi ki, Yusifziyə Talıbzadə qayıdandan sonra onun əlində olan o hədiyyələr hamısı onun əlindən alınmışdı. Və hətta Yusifziyə bundan çox kədərlənib küsmüşdü və bir neçə illik İrana köçmüşdü. Kim tərəfindən alınmışdı? O zamanki Rus dövləti tərəfindən alınmışdı. Bəli. Və Yusifziyə Talıbzadə İrana köçüb bir neçə il İranda yaşayıb, sonra yenidən Azərbaycana köçmüşdü. Füzulidəki dağılmış evlər barəsində. Füzulidə nənəmgilin evləri Sovet hakimiyyəti qurulandan sonra polis şöbəsi yerləşirdi. Məncə sona qədər elə ora polis bölməsi idi. O polis bölməsini biz Füzuliyə ziyarət eləndə görmüşdük. Neçənci ildə? 82-ci ildə sonuncu dəfə Füzulidə olanda görmüşdük. Yəni ki, Sovet hakimiyyəti qurulandan sonra... Bəli, Sovet hakimiyyəti qurulandan sonra ev əllərindən alınmışdı və... Ev əllərindən alınmışdı və nənəm söylədiyinə görə Füzuli əhalisi nənəmgilə o qədər hörmət eləyirdilər ki, onlar eşidəndə ki, Sovet hakimiyyəti, Şura hökuməti gəlib bunları evdən çıxarmalıdır, bütün Füzuli cəmaatı evin qarşısına yığılmışdı və imkan vermədilər ki, nənəmgilə əl dəyilsin. Yəni, hökmən Sovet hakimiyyəti deyirdi ki, oradan çıxmalıdırlar. Yəni, qalıb Füzulidə yaşaya bilməzdi. Yox, hər bir şey əllərindən alındı və onlar məcbur oldu Bakıya köçməyə. Bakıya köçdü. Və hətta mən nənəmə deyirdim ki, nənə, sən niyə heç bir vaxt Qarabağa bizlə getmirsən? Nənəm həmişə deyərdi ki, xanımı olduğum evlərə kənardan baxa bilmərəm. Nənəm bir daha Qarabağa qayıtmadı. Yəni, vətən həsrəti oldu ürəyində, amma bəli, qayıda bilmədi. Nənəm deyirdi ki, çox ağırdı mənə. O təəssüratlar sona qədər nənəmə çox ağırdı. İndi gəlmişsiniz Bakıya, Hollandiyada yaşayırsınız. Bəli. Qarabağa səyahət eləmək istəyirik, gedib o torpaqları yenidən... Məmnuniyyətlə, məmnuniyyətlə. İnşallah qismət. Məmnuniyyətlə, uşaqlığım yadıma düşür. Qarabağa gözəl vaxtları yadıma düşür. Şuşaya ilk gedişim yadıma düşür. İlk dəfə bir Şuşaya gələndə mən uşaq idim və Cıdır düzündən o aşağı baxmağa qorxurdum.
Atam məni qucaqladı, gətirdi, oradan göstərdi, dedi, bax və atam mənə dedi ki, nə qədər mən sağam, heç bir şeydən qorxma. Dağ kimi arxanda dayanmışam. O mənim heç vaxt yadımdan silinmir. Qarabağın müharibəsi başlayanda hər gün mən ağlayırdım. Hər gün mən eşidəndə ki, hansısa kənd, hansısa rayon işğaldan azad olundu, mən ağlayırdım. O həmi sevinç gözyaşlarıydı, həmi kədər. Çünki mən başa düşürdüm ki, biz şəhid verə-verə alırıq, qan tökə-tökə o torpaqları alırıq. Hətta Tuğun alınmasını hələ elan eləməmişlər. Gecə atamı yuxuda gördüm. Gördüm ki, Tuğda ev tikir. Dedim ki, biz atama dədə deyirdik. Deyirdim ki, ay dədə, sən burada niyə ev tikirsən ki? Tuğda evimiz vardı. Atam dedi ki, sən hələ görməmisən, o ev nə gündədir, bərbad haldadır. Amma o evin yanında özümə ev tikirəm. Hətta mən soruşdum ki, ay dədə, bəs bizə dedi, sizə yox, özümə. İndi də o vaxtdan neçə vaxt, nə qədər atamı yuxuda görsəm, Tuğda görürəm. Yəni, mən bilirəm ki, onun ruhu Tuğdadır. Yəni, Tuğ azad olunandan sonra Bəli, atanızı bəli. həmişə Tuğda görürsünüz. Çox sağ olsun ki, bizim prezident və bizim ordumuz ki, o torpaqları qaytardılar və bizə yenə nəsib olacaq o torpaqları gəzib, o gözəllikləri görmək. Dədəm Füzuliyə gedəndə deyirdi ki, dədə gedən kimi neynəyəcəksən, deyirdi, qırsbığımlı aş. Həmişə yadıma düşür ki, biz qalxırdıq Füzuliyə, Tuğa. Yolun qırağında lalələr olurdu. O qədər çox olurdu lalələr. Həmişə dədəm maşını saxlayırdı. Maşında da həmişə samavar vardı, palaz vardı. Mamam qıraqda papamla samavar qururdular. Mənlə qardaşım o lalələrin arasında gəzirdik. Məhəmmədliyə gedən yol, Bəli. Yağlıbəndə gedən yolmuş. Hətta mənim İndi o laləliklərdə indi geçsən görərsən ki, sıradan çıxarılmış erməni tankları, nə bilim, topları, lalələrin arasında dağıdılmış maşınlar. Bizim kəndimizin məzarlıqları da çox istiyor. Məryəm xala ilə mən danışdım, Zöhrə Beyeva ilə. Dedi, Rəyanə, televizorda gördüyüm başqa, amma gözümlə gördüm, tüklərim biz-biz durmuşdu. Düz deyil. Mir Mehdi Xəzani mənim babamın babasıydı. Allah rəhmət eləsin. Tuğda dəfn olunub Mir Mehdi Xəzani. Xəbər, mən məzarını ziyarət elədim. Gittim ziyarət elədim. Mən də istəyərdim. Məni indi ən çox maraqlandıran odur ki, görüm Ələkbər bəyin qəbri nə vəziyyətdədir. Hətta deyirdim ki, gedə bilsəm, gedib görsəm ki, daşı dağıdılıbsa onun daşını qoyduracam. Məscid yerlə yeksan olunub. Mən çox istəyərdim ki, bizim Tuğdakı evimizdə yenidən insanların səsi gəlsin. O ev bərpa olunsun, orada ya məktəb olsun, ya bir kollec, yəni bir təhsil ocağı olsun, ya da ki bir muzey olsun. Axırı ki, yəni insanların səsi gəlsin və o evi bir də ziyarət eləyənlər desin ki, yəni bu Məlik Əslanovların ruhu şad olsun. Hiss eləsinlər ki, o ev yenə yaşayır, orada yenə insan səsi var və çox istəyərdim ki, ordunun yanında ya kəhriz, ya bulaq, bir belə bir şey olsun ki, o cəmaat o sudan içsinlər və mənim babalarımın ruhuna dua oxusunlar. Tuğda, Qarabağda keçirdiyimiz hissləri sözlə demək olmur. Bir tərəfdən qürur duyurduq, bir tərəfdən ürək ağrısıydı. O dağıntıları gözümlə gördüm və o dəhşətdir. O dəhşəti, o ağrını heç bir şeylə demək olmur.
Tuğa getdik, Tuğda da evimizin dağıntıları gördük. Həmin hisslər idi. Çox acınacaqlı hisslər idi və bir tərəfdən də qürur duyurdum ki, biz qalib gəldik. Biz Qarabağımızı qaytardıq. Məktəbin yanındakı bulaq. Bulağımızdan su içib